İndi isə keçid edək sizinlə əsas hissəyə. Bu SQL sorğularını harada yazaq? Mən bunun üçün Live SQL Oracle-ın öz saytı var. Öyrənmək üçün çox yaxşı, ideal səhifədir. Mən buradan istifadə edəcəm. Gördüyünüz kimi bu ekran artıq açıldı məndə. Lakin mən daxil olmalıyam ilk növbədə öz akkauntuma. Bunun üçün sign in-ə tıklayıram. Və sonrasında əgər sizin akkauntunuz yoxdursa, buradan create account deyib hesab yarada bilərsiniz. Lakin mənim hesabım artıq olduğu üçün mən sadəcə giriş edəcəm. Şifrəmi də daxil edirəm. Okey, mənim e-mail adresimə kod getdi. O kodu daxil edək. Əla. Artıq gördüyünüz kimi bizdə bütün səhifə açıldı. Və biz ilk öncə tanış olaq. Bu hissə bizim sorğularımıza yazacağımız hissə olacaq. Bu hissə isə bizim sorğularımızdan çıxan nəticəni sizə göstərəcək. Soldakı hissə nədir? Bu hissədə bizim istifadə edəcəyimiz table Human Resources table olacaq. Və burada gördüyünüz kimi table seçdikdə bütün table'lar görsənir bizdə. Yəni burada çalışın tables hissəsinə biz baxdığımız üçün ilk növbədə tables'ı seçə bilərsiniz. Və bu hissə isə sizə yəni library-dir, belə deyim, kitabxanası ümumi məlumatları göstərir. Məncə ehtiyac olmayacaq deyə düşünürəm. Ona görə də 2 dəfə tıklayanda bu hissədə gördüyünüz kimi səhifə bağlanır. Siz əgər bu hissəni genişləndirmək istəyirsinizsə, buradan 2 dəfə tıklayırsınız və açılır o səhifə tamamilə genişlənir. Burada isə output görünür, bayaq dediyim kimi. Bu hissədə isə daxil olmayacağam, çünki mənim şəxsi məlumatlarımdır. Daxil olduqda isə sizə sırf başqa toollarda, məsələn Java-da, Python-da və sair toollarda bu databazaya necə qoşulmalısınız, onların məlumatları görsənir. Username-iniz, password-ınız və sair digər məlumatlar burada əks olunur. Siz özünüz də daxil olub baxa bilərsiniz. Gördüyünüz kimi biz artıq daxil olmuşuq, hər bir şey hazırdır. Və təbii ki, ilk dəfə burada göstərməyəcəm, amma hər hansı bir sorğu yazaq. Tutaq ki, select ulduz from HR employees table-ını götürək və kodu run etmək üçün ümumi hamısını da seçə bilərik. Lakin mən sizə məsləhətim nədir? Hər bir koddan sonra, kod dediyim query-dən, sorğudan sonra nöqtə vergüllə bitirin mütləq. Çünki siz burada başqa bir sorğu yazarsanız, məsələn, select, tutaq ki, first name from HR employees. Əgər mən burada nöqtə vergülü qoymasam və bu şəkildə run eləsəm, mənə təbii ki, error qaytaracaq. Niyə? Çünki mən burada nöqtə vergüldən istifadə eləməmişəm. Və sistem başa düşmür ki, mən hansı sorğunu burada icra eləməliyəm. Amma mən normal bir şəkildə bunu qoysam və sonrasında bu formada run eləsəm, mənə nəyi qaytaracaq? Ən birincini qaytaracaq. Çünki mən ümumi seçdiyimdə bu formada birinci olan məndə budur. Birinci verdiyim sorğu budur. Ona görə də birinci bunu qaytarır. Lakin mən xüsusilə bunu seçsəm, qaytarsam, gördüyünüz kimi mənə first name kolumunu qaytarır. Növbəti dərslərimizdə daha detallı baxacağıq bu hissəyə. Amma ümumi, yəni izah olaraq qeyd edim ki, hər bir sorğudan sonra nöqtə vergülü mütləq şəkildə qoyun. Mütləq şəkildə nöqtə vergüllə bitirin. Və indiki dərsimiz bu qədər idi. Əsas odur, biz daxil olduq artıq və biz sorğularımızı artıq yaza bilərik. Növbəti dərslərdə də bu sorğuların hansı formada yazıldığını, funksiyaları, hər birini, əmrləri, hər birini izah edəcəyəm. Dinlədiyiniz üçün təşəkkürlər.